Bundan əlavə ümumiyyətlə həyat tərzi də spermin keyfiyyətinə təsir göstərir. Yəni ki, əgər xəstə çox ciddi siqaret çəkirsə, içki yəni qəbul edirsə, başqa maddələrdən istifadə edirsə, bu xəstələrdə sperm keyfiyyəti ola bilər sayı, hərəkəti, hətta yerində olsun, amma keyfiyyəti dəyişir. Biz buna DNA fraqmentasiya deyirik. Yəni ki, spermatozoidin DNT-sində bir qüsur baş verir və bunun nəticəsində bu spermdən mayalanan embrionda genetik bir dəyişiklik baş verir və xəstə embrion olur. Bu ya hamiləlik baş verir, ya da hamiləlik baş verərsə inkişafdan qalma baş verir. Buna görə də yəni əgər bir ailədə evlad istənilirsə, burada təkcə qadın müayinə və müalicə almamalıdır. Yəni burada mütləq həyat yoldaşı müayinə olunmalıdır, müalicə olunmalıdır, o zərərli vərdişlərdən uzaq olmalıdır. Hər hansı bir cinsi yolla keçən xəstəliklər varsa, onlar ciddi və düzgün müalicə olunmalıdır ki, belə fəsadları, yəni fəsadlarla qarşılaşmasınlar.